Herkese salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Gecədən mayaladığım qatıqların üzərini açdım. Çox gözəl tutmuşdular. Bu gün qaynatam qoyun növbəsindədir. Onun üçün yemək hazırladım. Qaynatam normalda çox yemək aparan deyil. Ac qalmasın deyə çörək və 2 yumurta hazırladım. Bu cür artıq hazırdır. Bugündən isə panikin alasını təmizləməyə başladıq. Allah təmizləmək o qədər də asan deyil, 2 günümüzü apardı. Nədənsə kişnişlərin bir hissəsi yanmışdı, ona görə yenidən yanan hissələrinə toxum saçdıq. Artıq aladan çıxartdıq parniki, son vəziyyəti bu haldadır. Allah heç kimin əziyyətini yerdə qoymasın, İnşallah ki bol məhsullar götürərik. Buradan yuxarıda isə soğan, kişniş, şüyüd, tələ, turp, kərəviz, petruşka, kərəoz var. Toyuqlar dağıtmasın deyə üzərini bu cür örtürük. Bugün böyük həvəslə ıslaq kek hazırlamaq istədim. Islaq kekin həm xəmiri, həm də sosu üçün kakao lazımdır. Mən isə evdə bir paçkanın olduğunu düşünürdüm. Şəhərə getdikdə isə sosu üçün bir paçka aldım. Artıq ərzaqları qarışdırmışdım ki, kakaonun olmadığını gördüm. Mən isə kakaosuz biskvitini hazırladım. Bişən biskviti doğrayaraq sosu üzərinə əlavə etdim. Biskvit sosunu çox gözəl çəkdi. Digər hissəsini isə ocaqda biraz bişirib üzərinə əlavə edirik. Sosunu əlavə etdim, üzərində kakosla bəzədim, soymağını gözləyirəm. Görək dadı necə alındı. Artıq hazırda. İnanın səmimiyyətimə o qədər dadlı alınıb, o qədər gözəl alınıb. Sosu tam şəkildə özünə çəkib. Baxın. Belə, baxın. Bu qədər dadlı olacağını mən də gözləmirdim. Çox dadlı alındı. Dünən bağçadan yığdığımız qarışıq göyərtilərlə bugün kete hazırlayacağıq. Xəmirimiz artıq hazırdır. Hava o qədər küləkli idi ki, ocaqda sacda bişirməyə imkan vermədi. Biz də məcbur mətbəxdə bişirdik. Bugün də gözlədiyim bağlamam gəldi. Gəlin birlikdə bağlamanı açaq. Şəklini burada yerləşdirərəm. Yoldaşım üçün aldığım köynəkdir. O qədər də bəyənmədim. Bunu yoldaşım istəmişdi. Termometrdir. Bu isə endirmə düşmüşdü. Mən də aldım. Keçək əsas məsələyə. Temodan qazandığım planşetdir. Əgər siz də bu cür planşet və ya daha dəyərli sular qazanmaq istəyirsinizsə, aşağı qoyacağım linkə daxil olaraq videonu izləyib necə əldə etdiyimi öyrənə bilərsiniz. Açaq. Bu cür mini planşet.
mənim Temu'dan aldığım ikinci planşetdir. Birinci planşeti Farmlat oyunu oynayaraq qazandığım endirim kuponlarından istifadə edərək daha ucuz qiymətə almışdım. Bu planşeti isə pulsuz qazandım. Aşağı qoyacağım linkə daxil olaraq videonu izləyib siz də belə dəyərli əşyaları necə hədiyyə şəklində qazana biləcəyinizi öyrənə bilərsiniz. Bugünkü axşam yeməyim isə oğlumun əllərindən olacaq. Mənim nəzarətim altında özü yudu, özü doğradı və özü bişirdi. Əgər övladlarınız belə şeylər etmək istəyirsə, qadağalar qoyub yox deməkdənsə yanında olmaq, dəstək olmaq daha yaxşıdır. Bugünlük isə bu qədər. Kanalıma dəstək üçün abunə olsanız, fikrinizi mənimlə şərhlərdə bölüşsəniz çox sevinərəm. Gələn görüşlərədək. Qəşəngdir. Əladır. Əllərinə sağlıq.